Axşamınız xeyirli olsun, dəyərli və gözəl liderlər. Xoş gəlmisiniz hər biriniz. Özümü tanıdım yeni xanımlara, ola bilər ki, məni tanımayan var aranızda. Əsmər Muradova, Green Diamond lideriyəm. Artıq 6 ildir ki, onlayn biznesdəyəm və 3 ildir ki, Home Life-dən əməkdaşlıq edirəm və fəxr edirəm, qürur duyuram. Əzəl gündən elə zirvənin prezidentləri komandasındayam və bugünə qədər, belə deyək, gəlib çıxmışıq bu vaxta. Düzdür, sistemlərdə dəyişmə oldu, təzədən dəyişdi, yenə dəyişdi. Sizlər hər biriniz bunu bilirsiniz, amma indi mən açıqlamanı verəcəm bugünkü təlimdə. İnandırım sizi ki, Azərbaycanda ümumiyyətlə də, yəni bu Home Life-ın sistemi kimi bir sistem yoxdur. Yəni bunu inşallah sübut edəcəm birazdan. Belə deyim də, liderlər, mən bugünkü təlimi niyə iminə halal və haram seçmişəm? Çünki bu sual çox yaranır. Mənə tez-tez yazırsınız. Bilmirəm nəyə görə. Bəlkə hicablı olduğuma görə, bilmirəm. Yəni başqa komandalardan da hətta mənə yazan olur. İzləyirlər, sırası yazırlar ki, bəs nə bilim, görəsən bu sistem halaldır, haramdır və inanın ki, bu suallar yarananda neçəsi mənə elə yazır və sonda qeydiyyat olubdur. Yəni açıqlamanı vermişəm, çox uzun vermişəm. Bu yaxınlarda da bir xanım da olubdur. İndi hal-hazırda mənim komandamdadır. O da olubdur. Görürəm də çox qəşəng işləyir. Çox sualları olub. 2 il deyəsən, səhv eləmirəmsə 2 ildir ki, araşdırmadadır. Sonda gəldi, mənə qeydiyyat oldu. Təsəvvür edin. İndi o xanım da buradadır, təlimdədir. Deməli, liderlər, mən deyərdim ki, baxın, Home Life-da, yəni ümumiyyətlə bir dənə şirkət göstərin ki, hal-hazırda. Lüboy şirkəti ki, onun zavodu var. Azərbaycanda. Heç bir şirkəti belə barmaqla belə göstərə bilmərəm. Yeganə şirkətdir ki, Home Life-dır və zavod açıbdır. Sərmayə qoyub o boyda. Bu bir. İkincisi, hal-hazırda bilirsiniz ki, yəni bizim Qara Qarayevdə ofisimiz var və o ofis hal-hazırda daha çox böyüyür. Yəni başqa bir yerdə, yenə Qara Qarayevdə daha böyüyür. Nəyə görə böyüyür? Yəni bir insan oturub bunu dərk eləməlidir ki, əgər şirkət batırsa, əgər şirkət artıq o deyilsə, sistemi işləmirsə, insanlar gedirsə və s. Yəni əvvəlki kimi deyilsə əgər Home Life, niyə o boyda sərmayə qoyur? Niyə o boyda zavod açılıbdır? Yeni məhsullar olacaq, hələ görəsiniz irəlidə nələr olacaqdır. O boyda şirkət böyür. Niyə? Nəyə görə? Biz sərmayə qoymuşuq, liderlər. Biz sərmayə qoymamışıq. İnandırım ki, sizi, biz heç nə eləmirik. Bu sərmayəni qoyan şirkətdir. O boyda pullar tökür. Kim eləyir? Onlar eləyir. Boşuna mı eləyir sizcə? Əlbəttə ki, boşuna eləmir. İnanın ki, bu şirkətin gələcəyi, perspektivi hələ qabaqdadır. Mən deyərdim ki, gedənlər, bu şirkətdən gedənlər mənfəət üçün gedibdir. Başqa şirkətlərə, bəlkə nəsə olar, biraz pul ola bilər qazanarlar, amma axıra kimi getməyəcəkdir. Amma burada qalan liderlər hal-hazırda ağıllı liderlərdir. Yəni, konkret ağlını qoyub qarşına və bilir ki, bu şirkətin gələcəyi çox yaxşıdır. Yəni, ağıllı insanlar qalıbdır. Yəni, mən bunu deyərdim. Keçək mövzumuza. Liderlər, baxın, əgər bir sistemdə zülm və haqsızlıq varsa, yəni insanları aldadaraq və ya haqsız yollarla gəlir əldə edilirsə, bu haram sayılır. Misal üçün, piramida, ponzi sistemləri kimi, misal üçün, saxta klik, saxta izləyici, yalançı reklam, saxta məhsul satışı. Bu işlər ümumiyyətlə başqalarının zərərinə qurulduğu üçün İslamda da rədd olunur. Misal üçün, ponzi sistem. Ponzi sistem nədir? Ponzi sistem maliyyə piramidasının bir növüdür və qanunsuz fırıldaqçılıq sxemidir. Əsas sxemi nədir? Qısa müddətdə yüksək qazanc əldə etmək və bu da istər-istəməz insanları cəlb edir. Yəni, tez bir zamanda varlanmaq da belə deyək. Amma əslində heç bir real bir investisiya və ya ki, məhsul yoxdur. 5-6 dənə məhsul qoyurlar və belə deyək də, abunə adı ilə insanlardan pul çıxardırlar da belə deyək. Hər ay onlar orada pul qoyur. Amma məhsul yoxdur ortalıqda. Sonda da nə baş verir? Yəni, belə deyim də, yeni iştirakçılar gətirməlidir o insanlar, linklə və s. hər nəysə. Sonda bu şirkətlər sonda çökür. Nə qədər desələr ki, ay nə bilim yeni sistemdir, ay nə bilim belə bir şey olmayıbdır, inanın ki, sonda çökür.
Bunu sadəcə, yəni belə deyək, irəlidə yəni hər kəs bunu görəcəkdir. Biz dəfələrlə görmüşük ki, Azərbaycanda belə şeylər getmir. Ay binar sistemidir, 2 qolla irəliləyirsən, ay nə bilim nə. O 2 qolla irəliləyən sistemlər təkcə 2 qolla, qollar ümumiyyətlə yox. Sırf 2 qolla. Onların belə deyək də tarazlamaq lazımdır birincisi o qolları. Bizdə necədir? Bizdə elə deyil. İndi gələcəm. Homa gələcəm ki, burada necədir? Özünüz görəcəksiniz ki, bizim sistem mükəmməldir. Nə qədər dəyişsə də, niyə nəsələr də belə deyək də bizi dinləyib eləyirlər. Hansı şirkət liderlərini dinləyir, bir şey eləyir. Yəni valla mən bu Home Life-dan öncə başqa bir şirkətdə işləmişəm, X şirkətdə. Nə qədər tələblərimiz olubdu, inanırsınız ki, heç biri yerinə gətirilməyib. Nə qədər tələblərimiz olub, yəqin ki, hər halda burada bəzi liderlər bilir ki, mən hansı şirkətdən danışıram, pisləmək istəmirəm, çünki orada da qazanmışam, nəysə. Ümumiyyətlə, bu Ponzi dediyim, bu sxemə Ponzi adı 1920-ci ildə bir, belə deyək də, aldadan Charles Ponzi adlı fırıldaqçının adından götürülübdür. Yəni ona görə Ponzi qalıbdı adı. Gələk Home Life-ın sisteminə. İndi baxın, diqqətlə məni dinləyin. Real və faydalı məhsul olmalıdır. Yəni əgər alıcı onu istifadə edərsə, bu halaldır. Məhsul olmadan yalnız üz toplama ilə qazanc əldə edilirsə, bu haram sayılır. Yəni siz sadəcə üz toplayırsınız. Yox da bir şey yoxdur ortaqda. Yəni bilirsiniz necə? Misal üçün, gəlir yeni üzv gətirməkdən və onların ödədiyi pullardan çıxırsa, bu Ponzi, piramida sistemidir və haramdır. Yəni kim, ola bilər burada indi məni dinləyən bəzi xanımlar var. Yəni məncə bu təlimə qoşulanlar konkret halal, haramı başa düşən insanlardır. Amma bəzi insanlar, mən bunu danışanda, bəzi insanlar mənə dedi, hətta getdilər başqa şirkətlərdə, mənim komandamda da getdilər. Çox dərin gedirsən, ya Asya, dedilər mən, çox dərin gedirsən. Bəli, mən dərin gedirəm, çünki niyə? Mənə Allahın buyurduğu şey lazımdır. Əgər Allah da haram buyurubsa, mən bunu araşdıraram. Yəni, mən düzdür, hoca deyiləm, alim deyiləm, amma mən də araşdırıram. Da 6 ildir şəbəkədəm, bəzi xanımlar da deyir ki, mənim təcrübəm var bu işdə, inanın ki, bu super bir sistemdir, nə bilim nə. Gəh ora sürütlüyürlər komandasını, gəh bura sürütlüyürlər komandasını, sonda da nə? Ancaq özləri mi qazanacaqdır? Yaxşı, o tək-tük insanlar 200 manat mı qazanacaq? Bəs sonda nə olur? Sonda heç bir şey olmayacaqdır. Axırda düşəcəklər onların üstünə ki, bəs sən niyə məni aldatdın? Gül kimi elə homdaydım da. Hər nəysə, deməli, əgər əsas qazanc satışdan gəlirsə və şəffaflıq varsa, bu sistem halaldır. Yəni, bizim belə deyək də, hal-hazırdakı sistemimiz elə belədir. Əgər üz olmaq üçün pul ödənilirsə, bu düzgün deyil. Yəni, misal üçün, qeydiyyat pulu. O da düzgün deyil, liderlər, bunu deyim. İndi sual yanır. Bizdə aylıq şərt 35 manatdır. Bu nə üçündür? Misal üçün, liderlər, əgər bu məhsul almaq üçündürsə, yəni hər ay özün üçün məhsul alırsan, bu şərti olaraq halal sayılır. Amma diqqət edin, əgər bu aylıq aktiv olmaq üçün şərt qoyulubsa və məhsul almırsan, diqqət edin, aylıq şərtdir. Eləyirsən, amma məhsul almırsan. Yoxdur, ortalıqda məhsul yoxdur. Sadəcə sistemdə qalmaq üçün ödəyirsən bu pulu. Bu şübhəli və haram sayıla bilər. İndi gələk bizim sistemimizə, liderlər. Siz özünüz qərarı verərsiniz. Mən indi çəkəcəm sizlər üçün. Bir də bir şey deyəcəm. Bunu deyim, ondan sonra keçəcəm, çəkəcəm sizə, video göstərəcəm. Bəzi xanımlar, ola bilər sizin də qarşınıza çıxıbdır, deyib ki, orada faiz var. Faiz isə haramdır, zaten biz bilirik. Baxın, mən paltar satıram, mən ticarətçiyəm, ticarət zaten halaldır. Mən paltar satırım, tükanım var, paltar satırım. Bu paltarı maya qiymətinə götürürəm, deyək ki, 10 manata. 5% qoyuram üstünə, 5%. Burada söhbət faizdən gedir, faiz. Bu faizi görən insanlar sırası deyir ki, faiz varsa, bu işarə varsa, bu haramdır. Yox, liderlər. Mən üstünə, misal üçün, 5% dilimlə deyirəm, 5% qoyuram və bunu satıram, deyək ki, 15 manata, misalı. 10 manata götürmüşəm, 15 manata satıram. İndi bu haram sayılır? Yox. Düzdürmü?
Baxın, indi biz misal üçün başqa şeylərə də baxsaq, misal üçün sirkə, üzüm sirkəsi, alma sirkəsi, orada da faiz var. Düzdürmü? Sonra üzümün özünü deyək. Üzümü yeyirik, halaldır, düzdürmü? Amma üzümü sıxsaq, şərab alınır, bu haramdır. Yəni biz belə deyək, zahirən baxanda faizə sразу deməməliyik ki, bu haramdır. Biz bunu araşdırmalıyıq. Burada da riyaziyyat var. Bax bu şirkətdə riyaziyyat var. Mən demirəm ki, bütün şirkətlər halaldır. Niyə? Çünki belə deyək də, bu 6 ilin içində araşdıra, bəlkə də əgər mən bundan öncəki Home Life-dən öncəki şirkətdə gəlirə çıxmasaydım, mən bu qədər belə rahat danışa bilməzdim sizlə. Gəlirə çıxdığım üçün, bir çox şeyləri gördüyüm üçün, hətta o şirkətdən sonra başqa bir X şirkətdə, Göy Azərbaycan Multibrand şirkətidir. O şirkətə də qatılandan sonra orada da biraz araşdırmalar elədik və gördüm ki, Azərbaycanda bütün şirkətlər halal deyil. Yəni bütün nə şirkətlər. Adlarını çəkmirəm. Sadəcə indi başa salacağam mən çəkərək. Siz başa düşəcəksiniz mən nə demək istəyirəm. Yenə deyirəm, bəlkə öncəki şirkətdə direktor olmasaydım, mən bunu bilə bilməzdim. Amma orada direktor olduğuma görə o birisi şirkətdə qatılıb orada da araşdırmandan sonra Home Life-a qatılanda konkret olaraq başa düşdüm ki, Home Life-dan başqası yalandır. Yəni buranın buranın sistemi, yəni həqiqətən başqa bir yerdə yoxdur. İndi mən sizə bir çəkirəm. Qoy ekranı belə eləyim bir dəqiqə. Diqqətlə baxın. Mən indi izah eləyirəm. Özünüz ayırt eləyəsiniz. Yəqin oradan görünür. Bir dənə kimsə səs atsın, bir dənə desin mən görünür, yoxsa yox. Rahat. Vaxtınız xeyir olsun liderim. Bəli, görünür. Aha, hər vaxtınız xeyir olsun. Tamam. Gələk misal üçün Akikə. Bax bu sizsiz, düzdürmü? Akiksiz. Akik rütbəni necə açırsınız? Akik rütbəni sizdən sonra qeydiyyatlarla açırsınız, düzdürmü? Bəlkə bu akik heç kəsi gətirməyibdir. Heç kəsi. Amma burada qeydiyyatlar gedir. Misal üçün, siz deyə bilərsiniz ki, bu xanımlar gəlib, amma mənim haqqım yoxdur bu xanımlarda, düzdürmü? Yaxşı, bu xanımlarda haqqın yoxdur. Sən əgər burada tələb qoyursansa ki, bəzi xanımlar olubdur, mənə yazıblar, misal üçün, iş haqqında məlumat vermək istəmişəm, deyib ki, mən Home-da olmuşam, o boyda alış-veriş eləmişəm, nə bilim, 3 ay, 4 ay, hər dəfədə 60 manat, nə bilim, 70 manat, 80 manat və mən heç nə qazanmamışam. Yalandır, cəfəngiyyətdir. Niyə? Bir insan qeydiyyatdan keçirsə, bu insan nə alır? İlk öncə xoş gəldi kampaniya. Pulsuzdurmu? Pulsuzdur. Bu xoş gəldi kampaniya. Misalı deyək ki, antiperspirant. Dezo yazıram da belə yazıram. Antiperspirant alırsa, bu antiperspirant pulsuzdur görəsən. Bu şirkət istehsal eləyir. Bu ham maddələr hamısı puldur. Qabı puldur. Görün bir də burada var. Bu puldur, düzdürmü? Bu pulsuz deyir ki, gedin marketə girin, bunu sizə pulsuz verərlər. Lap belə hər daim siz müştəri olun. Bunu sizə kim pulsuz verəcəkdir? Heç kəs pulsuz verməyəcək, düzdürmü? Heç bir şey, bir dənə salfetka belə pulsuz verməzdir sizə. Biz deyə bilmərik ki, biz heç nə qazanmırıq. Bir bunu qazandınız, deyək ki, xoş gəldi kampaniyanı. Ona görə yalan söhbətdir ki, mən heç nə qazanmadım. 60 manat, 70 manat, 80 manat vuran insan çatdırılma pulsuzdur, bir dənə hədiyyə qazanır, xoş gəldi kampaniya, bir də əlavə bir dənə də hədiyyə qazana bilər. Çünki orada təşviq hədiyyəsi var. Nə qazandı? 2 dənə hədiyyə, bəlkə bu 20 manatlıq hədiyyədir. Təsəvvür eləyin. Çatdırmada pulsuzdur. Kataloqdan aşağı qiymətə götürür. Qazandı mı? Qazanmadı. Qazandı. Yaxşı, gələk dəvətlərə. Bu insan sadəcə alıcıdır. Hər dəfə alış-veriş eləyir. Amma ondan sonra qeydiyyatlar gedir burada. Yaxşı, bu insan eləyir 300 bonus. Bu insan 400 bonus. Bu insan 500 bonus. Düzdür, bu bonuslar gedir bu xanıma. Ha. Bu xanım bunları götürür. Bu bonuslar gəlir buna. Bu akiki olur. Akikdən o tərəfə gedə bilməz. Niyə? Əgər bu insan gəlib sadəcə alış-veriş üçün yox, sadəcə bax bu dediklərimi yox, bu insan biznes qurmaq istəyirsə, pajalsta, bura haqqı olsun deyə bax bu qolda, ikicə insanı gətirsin. Bu ikicə insana bir qəşəng məşğul olsun, bunları bir böyütsün, özü bir şey öyrənsin ki, bu insanları da öyrədə bilsin. Bu insanı öyrətsin qəşəng, bax desin ki, bax axşamdan təlimlər olur,
Gir, bax, öyrən. Kabinet budur, hədiyyələr budur. Dəvətləri belə eləyəsən. Lap mən sənə yardımcı olacağam. Birinci özü öyrənməlidir, ha, ki, nəsə ötürsün bu insana. Yaxşı, bu insan öyrəndi. Bu insana başa salır ki, bax, mən səni gətirdim. Görsən, sən də bir başqasını gətir. Gətirdi mi? Gətirdi. Komanda böyüyür mü? Böyürmü? Bu xanımı da bu gətirdi. Bu xanıma da hər şey başa salır, bu da xanımı gətirir. Düzdürmü? Yaxşı, haqqı var ucu bu qolda? Var. Bu biznes qurmaq istəyir, konkret. O zaman nə edirsən? Şirkət şərt qoyub. İkinci qol. Safir olmaq istəyirsən akikdən sonra. Pajalsta, safir olmaq üçün sən bir qolla ola bilərsən, safir. Baxın, akik 4000'dir. 4000 bonusdur. Amma safir 8000 bonusdur. Bu 8000 bonusu nətər toplayacaq? Yaxşı, burada lap qeydiyyatlar geçsin. Sponsor da yardım eləsin. Yaxşı, çoxlu qeydiyyatlar geçsin. 8000 oldu. Bax, bu xanım 8000'i yığdı. Yaxşı, deyək ki. Amma əgər, bax, burada deyək ki, 8200'dür burada. Deyək ki, bax, bu insan akik olur. Safir olmur. Niyə? Bilirsiniz nəyə görə? Son burada 8000'də axı. Bu insan sonuncudur. Burada misal üçün 7500'dür. Misalı. Bu 8000 safirdir. Tək qolla bu safir olur. Amma sən konkret haqqını qazanmaq istəyirsən, pul qazanmaq istəyirsən, pajalsta safir olmaq üçün ikinci qol aç. Burada da başla işləməyə. 2 nəfəri gətir, yenə burada necə haqqın oldu bu qolda? Burada da başla işləməyə. Əgər normal pul istəyirsən. Misal üçün, akikdir, deyək ki, bir dənə bax bu akikdir. Zaten bu pullar hamısı, bonuslar hamısı yuxarıya doğru gedir. Bax bu bonus bunda da var. Bu akikdir. Bu akik, hamı akikdir də yuxarıya doğru. Bu insanlar akikdir. Deyək ki, bu deyək ki, mən akikəmsə, mən bilirəm ki, akikdə deyək ki, 6 AZN yazılır. Niyə məndə 6 manat yazılmayıbdır? Yazılmayacaqdır zaten. Niyə yazılmayıb? Çünki sən normal şəkildə işləməmisən. Sən bunu necə tələb edə bilərsən şirkətdən? Sənə yazıla bilər. Bax, akiklərin arasında burada bölüşmə olacaqdır. Misal, deyək ki, buna 1 manat yazıldı. Qoy görün belə eləyim. Buna 1 manat yazıldı. Bu da akikdir. Buna da 1 manat yazıldı. Buna da 1 manat yazıldı. Buna da 1 manat yazıldı. Bölüşdürdü də 6 manatı. Başa düşdünüz? Deyin ki, niyə bölüşdürdü? Niyə şirkət bunu elədi? Eləməlidir zaten. Siz bu pulu normal şəkildə, yəni 6 manat üçün gəlməyibsiniz ki bura. Normal şəkildə qazanmaq istəyirsinizsə, sizin haqqınız olmalıdır. Bax, bu qol var ya, ikinci qol. Artıq bunu eləyəndən sonra, bax, burada 2 nəfər var, 2 nəfər də işləyir. Burada da 2-3 nəfər gətirdiniz, işləyirsiniz. Zaten bax, burada da qeydiyyat gedir. Bunları da öyrədirsiniz. Sizin haqqınız var artıq, başa düşürsünüz, siz lidersiniz. Burada da haqqınız var, burada da haqqınız var. Siz elə bilsiniz, şirkət sizə yazmayacaq, safirə görə, sizə 2 qola görə yazacaq, hardasa 15-29 mən elə belə yazıram, liderlər. 15-29 manat. Yəni, plus minus ola bilər də. İndi mən bilmirəm, sistemdə biraz fərqliliyi var, ola bilər dəyişikliyi var. Deyək ki, bu insan safirdir, buna yazıldı. Gəlin belə ortalama eləyim 20 manat. Ha, görürsünüz? Bu iş deyib də 20 manat qazanıb safirə görə. Niyə? Çünki haqqı var. Bir qolla bir insan safir ola bilər. Bircə dənə insan. Всё. Ondan o tərəfə yox. Əgər bu 8000'i yığırsa, özünə sonra yenə kimsə 8000'i yığdı, bu 8200 oldusa, всё, bu akik olur. Mütləq şəkildə bunun ikinci qolu olmalıdır. Əgər yəni haqqını qazanmaq istəyirsə. Və nə baş verir? Onun qırağında 3500 olmalıdır. Yəni qıraqda 3500 getməlidir. Ki safiri tam götürsün. Onda haqqınızı götürəsiniz. Gələk, yəni bax belə deyək, akikdir, safirdir, dalınca altındır, zümrüddür və turkuazdır. Dəyərli liderlər, indi nəyə gəlirəm? Bir insan turkuazdır. Baxın, direktordur. Mən belə yazım. 350 manat, 450 manat arası. Baxın, bu insan turkuazdır, yenə deyirəm. Turkuazın 3 qolu var. Burada insanlar var, çoxlu insanlar var və burada kimsə direktor oldu. Burada kimsə direktor oldu. Yəni, lap belə sizi keçən oldu, yəni rütbədə, fərqi yoxdur. Minimalı, bax bunu götürürsünüz siz, Home Life-da. Mən nəyə görə deyirəm ki, bu sistem kimi sistem yoxdur. Siz işləyibsiniz, əziyyət çəkmişsiniz, 3 qolda
haqqınız var da. İnsan elə belə 3 qol açmır ki, burada liderlər yetişir. Demək bu insan işləyib ki, bu qədər liderlər yetişdiribdir. Lap belə direktor olmasa da fərqi yoxdur. Bu insan bunu götürür. Ola bilər plus, yəni plus minusdur da burada. Amma lap özündən sonra direktor oldu. Lap özündən sonra turkuazı keçən, sizi keçən kimsə var. Turkuazdan sonra ləl rütbəsi gəlir. Ləl rütbəsindən sonra kuvars gəlir. Yəni bu qol çox qəşəng işləyir də. Bu kuvars misal üçün deyək ki 600 manat plus alır. Bu insan hələ turkuazdır. Niyə turkuazdır? Çünki bu qollar biraz zəifdir. Olsun. Səni keçən belə olsa, sən bu pulu götürəsən liderlər. Yəni 350-450 manat arası bu pulu götürəcəksən. Başqa şirkətdə nə baş verir? Mən nəyə görə deyirəm ki, Home Life-da, yəni başqası yalandır. Başqa şirkətlər nə tanıyıram, amma Azərbaycanda nə şirkətlər var. Belə, misal üçün, deyir ki, mən 2 qolla işləyirəm. Bizdə belədir, 2 qolla nə bilim 800 manat qazanırıq. Yaxşı, 800 manat qazanır, lap yaxşı. 2 qollandır, hə? Olsun. Sən burada qeydiyyatları aparırsan, yenə deyirəm, mən direktor olmasaydım, əvvəlki şirkətdə bilməzdim bunu. Bir insan direktordur. Dapustim, 800 manat qazanıbdır. Vay odur ki, hər hansı bir qolunda direktor yetişə. Bilirsiniz bu nə deməkdir? Bu onun üçün minusdur. Bu 800 manat düşür. Düşür. Bir şirkətdə bilirəm ki, bu qoldan bir şey heç nə götürənmir. Sıfır. Bir dənə sıfır. Oradan heç bir şey götürənmir. O burada qeydiyyatlar aparıb, əziyyət çəkib, təlim veribdir, zəngləşmə edib. Heç bir şeydə sıfır götürür. Elə şirkətlər var ki, birazcık götürür də 60-70 manat arası götürür. Az bir şey. Nə deyirlər? Tələb gəlir. Gəl, əlavə, qol aç. Və nə oldu? Və 2 qolla irəliyirdiniz. Və 2 qolla siz bu qədər alırdınız. Zahirən heç bir vaxtda liderlər baxmayın 800-ü. 800-ü görürsünüz, 700-ü görürsünüz və deyirsiniz ki, 2 qoldu daha rahatdır. Liderlər, bu 2 qolda direktor yetişərsə, hələ burada da olsa hələ əlavə. Bu insan burada qol açmalıdır. Sonra yenə qol açmalıdır. Sonra yenə qol açmalıdır. Yəni daha çox pul götürmək üçün. Bizdə şirkətdə nədir? Sən bu pulu minimalı, bax minimalı bunu götürəcəksən. İstəyirsən sonra çoxlu direktora yetişsin. Burada da direktor yetişə. Zaten də burada direktor yetişəndə də burada bonuslar artdığı üçün sən uje ləl də olursan, kuvars da olursan. Sən təbii ki pulun artır. Amma yenə deyirəm, bir qolda lap belə deyəm. Bunlar yox. Diamond oldu. Lap sizin neçə rütbə yuxarı qalxdı. Eybi yoxdur. Yenə deyirəm, turkuazsızsa ləl olsun, 500 manat olsun. Yəni sizin pulunuzu düşürtməyəcəklər aşağı ki, məsələn 100 manat götürəsən, çünki səndən sonra ucu liderlər var, sən batdın. Sən əziyyət çəkmirsən, şirkət sənin əziyyətinin bəhrəsini verəcəkdir. Amma başqa şirkətlərdə liderlər, bu yoxdur. Sizi inandırım ki, bu yoxdur. Biz bunu yaşamışıq və burada bəzi liderlərim var ki, biz yəni ki, ilk şirkətlərdən də gəlmişik, təsdiqləyə də bilərlər. Yəni kim danışmaq istəyirsə, təxminən liderim, istəyirsən sən də bir-iki kəlmə deyərsən bu barədə. Yəni mən istəyərəm, çünki biz səndən çox araşdırmışıq bu belə şeyləri. Liderim, siz danışın, mən əlavə eləyəcəm. Bir ən danışın siz, müsait olun. Tamam. Hə, tamam. Və ona görə də liderlər, bilin ki, yəni bu şirkətdə hələ çox irəli gedəcək. Biz zahirən, bax belə deyək, kim əsas gedir? Zahirən görən. Bəlkə siz heç vaxt direktor olmayıbsınız başqa şirkətdə. Bəlkə bu sizin birinci işinizdir və siz oranı datlı sunumunu görürsünüz. Ay belədir. İnanın ki, zəli kimi yapışırlar başqa şirkətlər. O qədər gözəl şəkildə anlatırlar və siz deyirsiniz ki, ha, həqiqətən orada, yəni ki, bu var da, yəni faktiki bu qazanır. Hətta qazancı belə göstərir. Bəli, o qazanır. Və siz nə qazanasınız? Siz bilmirsiniz axı nə olacaqdır. Mən məsəl üçün bunu yaşamışam. Direktor olmuşam. Biraz irəli getmişəm, xəbərim olmayıb axı. Birinci işimdir. Bilmirəm. Heç kəs mənə demir ki, birdən qaçaram. Axı sən ucu gəlirsən, bu pilləyə çatırsan, o boyda əziyyət çəkirsən, sonda sənə deyirlər ki, yox, artıq bu belə deyil ha. Artıq bunu belə eləyəsən. Hə, onda istər-istəməz insan nətər olur? İnsan ruhdan düşür ki, yaxşı, mən bu qədər əziyyət çəkmişəm. Komandamı özümlə dartıb aparmışam ki, onlar da nəsə qazansın. Yenə mən qazanacamsa, yenə məndən sonraki qazanmayacaqsa nə mənası var? Amma burada, Home Life-da, hal-hazırda Akiki-də qazanacaqdır. Yenə deyirəm, Akiklərin arasında. Lap 6 manat Akik yazdı. Görürsünüz ki, 2 manat 6 manat arası yazmışıq da qazanc planında. O demək deyil ki, siz Akik-sizsə mütləq şəkildə 6 manat qazanasınız. Sizin aranızda bölüşmə olacaqdır. Deməyin niyə?
yenə deyirəm, mən sizə başa saldım. Biznesi qurmaq istəyən, yəni şirkət sizi görsün ki, həqiqətən işləyirsiniz. Yenə deyirəm, birinci qolda haqqınız var, keçirsiniz ikinci qola, iki qolu qəşəng bərkidirsiniz, zaten qəşəng pulda götürəsiniz. Elə olacaq ki, məhsulu pulsuz götürəsiniz siz. Yəni 30 manat da belə yazıla bilər sizə, 40 manat da, 50 manat da belə yazıla bilər və siz onunla məhsul da vura bilərsiniz, hətta nağdlaşdıra bilərsiniz. Pulunuzu nağdlaşdıra bilərsiniz. Mən başqa şirkətdə bunu yaşamamışam. Bu böyük bir avantajdır, böyük bir plusdur bu şirkətdə. Və binar sistemi iki qollandır. Günəş sistemi arta gedir. Yəni qol açırsan, təzədən qol açırsan. Deyirlər iki qoldan ibarətdir. Sonra istəyirsən üçüncü qol açırsan. Sonra istəyirsən dördüncü, beşinci, 11-ci qol açırsan, 40 ayaq olursan. Daha çox pul götürürsən. Yəni, yenə deyirəm, zahirən göründüyü kimi deyil liderlər. Buyur, təhlil liderlər. Binar sistem deyəndə bilirsiniz ki, sistemlər mənim yaralı yerimdə hər zaman, yəni sistem baxımından həmişə təlim keçmək istəyirəm, nədənsə başqa cür üst-üstə düşür. Ağzınıza, əməyinizə sağlıq, çox qəşəng təlim gedir hal-hazırda. Bir neçə dənə məlumatı da sizinlə bölüşüm, çünki elə xanımlarımız var ki, yeni qoşulublar və təlimə də yeni gələn xanımlarımızdan var. Yəni sistemlər barəsində heç məlumat olmayan xanımlarımız da var. Bildiyiniz kimi hal-hazırda sağa da çönsək, sola da çönsək, deyəcək ki, hansı sistemdir, deyəcəklər binar sistemdir. Ən çox da bilirsiniz ki, belə deyim də, paket yığan binar sistemlər daha çoxdur. Keçən dəfə, indi həyat liderimin yəqin özü buradadır. İkimiz, daha doğrusu həyat liderimin bir xanımı ilə da zəngə girdik və həyat liderimin 3 dənə sözü ilə həmin xanımı bir dəfə nokaut elədi və həqiqətən sözün əsl mənasında olduğumuz şirkətin qədrini, dəyərini bilməliyik. Niyə bilməliyik? Çünki deyirlər, yəni ildə, ayda, ömrünüzdə bir dəfə məhsul vuracaqsınız. Bir qolla belə binar sistemdə qazanmaq olur, amma iki qolla da gəlib rahatlıqla biznesinizi qura biləcəksiniz. Elə söhbətlərin hər biri yalandır. Yəni kim istəyirsə, indi burada mən nəzər yetirdim, başqa yerlərdən qoşulan xanımlarımız da var. Yəni onlar da biz heç bir zaman heç bir şeyi gizlətmirik. Nə varsa fakt olaraq üzlərinə də deyə bilirik, canlı açıb da deyə bilirik, nömrələrimiz də açıqdır, hər bir zamanda yaza bilərlər bizlərə. İki qolla binar sistem davam eləyir. Bir qol açırsan, iki qol açırsan. Və qeydiyyatları deyirlər, 2 nəfər insan gətirirsən, sağ və sol qolva yazırsan. Bəli, düzdür. Qeydiyyat gətirirsən, sağ və sol qollarva yazırsan. Mütləqdir ki, bərabərləşmə olsun. Yəni sağında tutalım ki, dövriyə gedirsə tutalım, indi misal üçün götürürəm, 40 min dövriyə gedirsə, sol tərəfdə də sponsor qolu deyilən bir qol var, borc söhbəti, sponsor sizə qol yığmır, orada ancaq özünə güdür. 40 min də bu tərəfdə olmalıdır. Bərabərləşmə olmadığı halda demək olar ki, siz heç bir şey qazanmırsınız. Deyirlər, ömrünüzdə bir dəfə məhsul vurursunuz, paket vurursunuz. Bantlar vurursunuz. Mən bu barədə çox danışmışam. Bantlardır. İndi hal-hazırda binar sistem adı ilə çoxlu məhsul, Kitayın, Çinin məhsulları da var. Yəni, yəqin ki, bilirsiniz hansı firmalardan söhbət gedir. Deməli, alırsınız, paketlər də 180, 200, 720, hətta üzəri 1000 üzəri belə deyim də pullarla gedir. Aldığınız nədir? Bir korobka bant, bir korobka istifadə olunmayan və keyfiyyətsiz demək olar məhsullar. Alırsınız, 2 nəfər insan gətirdiniz və daha sonra nə olur? Deyirlər ki, hə, gözləyirsiniz ki, bir ayın qazancı, görürsünüz ki, orada cüzi bir məbləğ yazıldı. Amma gələn ayı fikirləşmirlər. Gələn ay gələndə sizdən nə tələb olunur? Ya insanları dəvət eləməlisən, yenə 2-3 insanı dəvət eləməlisən, onlar da paket götürməlidirlər. Xırda paket, böyük paket fərq eləmir. Ya da ki, yenidən həmin paketi sən mütləq şəkildə götürmüsən. Tutalım ki, bir insan gəldi burada 1000 manatlıq paket götürdü. Bu nə etməlidir? İnsan da dəvət eləyə bilmirsən, məcburdur təzədən yenidən paket götürər. Ona görə xırda paketdə ya qalıb, cüzi məbləğdə pul almalıdır, ya da böyüdüb. Hər dəfə, yəni belə deyim də, adi bir, hər birimiz bilirik ki, hal-hazırda Azərbaycanın vəziyyəti krizis dövrüdür. Yəni, həqiqətən 100 manata girirsən marketə, heç ürəyimiz istəyən hər bir şeyi alıb çıxa bilmirik. Bu insanlar boş-boş pullarını, yəni belə deyim də, stikerlərə də, sözün əsl mənasında stikerlərə verə bilirlər və daha sonra nə olur? Evdə problemlər yaranır.
Yoldaşlarımız deyir ki, onlayn sistemlər boşdur. Niyə deyirlər? Çünki bax belə sistemlər, belə aldadıcı, insanları dolandıran və yaxud da pulunu boş-boş yerə xərcləyən insanlar olur və axırı nəyə gəlir? Çox istəyən azdan da olur. Ona görə, yəni binar sistemlər hal-hazırda belə bir firmada var. Yəni ona görə, yəni mütləq şəkildə bunu deyəcəm. Bir qolla qazanırıq deyir. İstəsəz bir qolla inkişaf edə bilirsiniz və çox gözəl pullarda qazanacaqsınız. Dollarla olacaq. Yəni dedikləri budur. Heç Azərbaycanda binar sistem və yaxud da milyonçu olan heç bir insan görməmişəm. Yəni bunu, yəni buradakı liderlərimiz də deyə bilər. Hətta bilirsiniz ki, Çiçək xanım da yəni həmin o binar sistemdən gəlib və yəni qazansaydı yenidən Home Life kimi bir firmaya məncə qayıtmazdı. Yəni ki, deyirlər bir qolla soruşduq, həyat liderimiz də oradaydı. Bəli, bir qolda insan dəvət edirsiniz, paketinizi alırsınız və daha sonra nə olur? 28-də deyir, bizim ofisimiz var. Ofisə gəlirsiniz və məhsullarımız çox ucuzdur. Çinin məhsullarıdır. Birinci dedilər 8000 çeşiddə məhsulumuz var. Sonradan Azərbaycanda sadəcə 70 çeşid olduğu bildirilirdi və daha sonra Rusiya və başqa ölkələrə açılsanız orada 50.000 çeşid var deyildi. Yəni məndə hal-hazırda məndə bir şey var. Yəni hara qoşulursam qoşulum, məlumat almaq istəyim və yaxud da yəni müsahibə keçmək istəsinlər, canla başdan qulaq asıram. O da mənim üçün bir insan, o da bəlkə öyrənmək istəyir, bəlkə də səhv yolda da düz yola gətirməyə çalışırıq, yazıram. Və o yazdıqlarım da heç bir zaman yəni vərəqləyəndə yadımdan çıxmır. Yəni buna görə deyirəm ki, binar sistem bir çox şirkətlər var. O ilə başlayan var, Q ilə başlayan var, Q ilə başlayan var. Adlarını seçmək istəmirəm, özləri də yaxşı bilirlər. İnanın ki, binar sistem heç bir zaman qazandırmır və qazandırmayacaq. Livgood şirkətini də desəm, yəni açıq aydın artıq bilirlər deyə, yəni mən burada adda çəkərək deyə bilərəm. Əgər yaxşı bir şey olsaydı, belə deyim də, öz qohumumdan gedib məlumatları alıb, burada gəlib bölüşməzdim. Deyərdim ki, gedim elə başları yazılım. Dəfələrlə Azərbaycana da gəldilər, aprel ayında gəlmişdilər, hər kəs də bilir. Gəldilər, getdilər, dəfələrlə zəng vurdular ki, gəlin görüşək, gəlin belə eləyək, belə eləyək. Axırı nə oldu? Heç nə. Sadəcə bir axım var. Ariflame şirkətində olan liderlərdən kim isə dırnaq arası kimsə gedibsə, elə bilirlər ki, düzgün yoldadılar. Amma sonu nə olur? Heç bir şey. Deyirləri, insanlar gətirmədən belə, heç bir şey etmədən qazanarsan, boş söhbətdir. 10 dollarla sadəcə olaraq bu insanlar məhsul ala bilərlər. Məhsullar da heç bir zaman Azərbaycana qida əlavələri olduğuna görə gəlməyəcəklər. Aldıqları məhsullar nə olacaq? Tişörtlər. O da ki, hansılar alacaq? Göstəriş üçün lazım olan məhsullar alacaqlar ki, güya ki, bizim məhsullarımız var, biz piramida deyilik. Və qazandıqları nə olacaq? 4 nəfər insandan sadəcə 1 dollar. O da ki, hansısa liderin qolunda insanlar çoxlar, tez sizə pervod eləyərlər. Hansı lider gəlib öz kabinetindən keçirtməz, gəlib sizə verər, verməz. Heç kim verməz. Yəni 4 nəfərdən 1 dollar, 1 manat 70 qəpik qazandığınızda 35 manatlıq dövriyyəmizdir. Şükür Allaha 500 üzəri hal-hazırda CP verir və CP-lərdən də əlavə çox qəşəng təşviş promosyonlarımız var, liderlik bonuslarımız var. İnanın ki, yəni Home Life şirkəti özünü gəlişdirə gedir və belə deyim də, bir müddətdən sonra Home Life-dan yaxşı şirkət qalmayacaq. Necə Doktor Klinik adında bir şirkət var idi. İndi hal-hazırda nə izi var, nə tozu var, nə Gürcüstanda var, nə başqa ölkədə var. Və yaxud da elə onun arxasınca gələnlər o cürdə davam edəcək. Günəş sistemidir. Təbii ki, bilinir ki, Günəş sistemi də artıq Əsmər liderimizin dediyi kimi 40 ayaq kimi davam edəcəklər və düzdür, bir müddət təzə şirkət gələndə şirinlikdirirlər insanları. Amma ta ki ora bir neçə nəfər insanları cəlb eləyəndən sonra, əgər bax belə deyim də, əgər bacarırlarsa, əgər özlərinə inanırlarsa, sıfırdan insanlar yığsınlar. Niyə biz insanları, biz şəbəkəçiləri cəlb eləməyə çalışırlar? Təbii ki, bunlar da bilirlər ki, yəni rəqibləri kimlərdir? Hər zaman da Home Life şirkətinə gələcəklər və buradan daşımağa çalışacaqlar. Və ona görə də biz ayıq olmalıyıq və hər bir sistemi, hər bir belə deyim də gələn indi dırnaq arası şirkətləri bilməliyik, öyrənməliyik və onun əsasında hər kəsə iradlarına, etirazlarına cavab verməyi bacarmalıyıq.
Buyurun liderim, əgər başqa Mən bir şey əlavəniz deyim. Bəlkə də bunu kimsə indi dinləyərkən deyə bilər ki, ha, bəs siz də başqa şirkətlərdən gəlmisiniz, X şirkətlərdən Home Life-a, düzdür, gəlmişik. Amma belə deyək, yəni hal-hazırda başqa şirkətlərə gedən direktorlar var ki, əvvəlki şirkətlərdə də direktor olubdur. Bu o demək deyil ki, yəni mənim təcrübəm varsa, demək ki, bu düzdür. Bizim də təcrübəmiz var. Biz də onlarla bərabər o təcrübələrdən keçmişik. Biz hal-hazırda nəfsimizlə hərəkət eləmirik, liderlər. Biz ağlımızla hərəkət eləyirik. Nə qədər desələr ki, ay nə bilim, Azərbaycanda elə bir sistemdir, heç ümumiyyətlə, heç vaxt görünməyən bir şeydir. Liderlər, vaxt gələr, dövrən dönər, aylar keçər, hər biriniz özünüz görəcəksiniz nə baş verər. Biz o qədər idealıyıq da. İstəsəydi bu dəqiqə, yəni mənə o qədər təklif gəlir, liderlər, o qədər gəlir. Ta bir dənə görəsiniz də, Instagram oradan, WhatsApp. Görür ki, Instagramda cavab vermirəm. Keçir WhatsApp-a, çünki nömrəm açıqdır axı. Yəni biz istəsəydik çoxdan gedərdik. Amma yenə deyirəm, birincisi mənə haram işlər lazım deyil. Yəni mən şəxsən özümdən danışıram. Elə işlər lazım deyil, çünki biz də araşdırırıq hamısını. Bizim də təcrübəmiz var. Yenə deyirəm, mənim təcrübəm 6 ildir artıq bu network şirkətlərdə var və ona görə də ağlımızla hərəkət edirik. Və mən bir şey demək istəyirəm. Ümumiyyətlə uca Rəbbimiz Nəzm surəsində 39, 40 və 41-ci ayələrdə bunu buyurub. Və insan üçün yalnız öz səyi, yəni çalışması vardır. Onun səyi, yəni əldə etdiyi tezliklə görünəcəkdir. Sonra onun qarşılığını tam veriləcəkdir. Yəni siz gəlirsiniz, heç bir şey eləmirsiniz. Bəzən liderlər deyir ki, dəvət belə gətirmədən, artıq elə bir şirkət gəlib, dəvət belə gətirmədən sən qazanasınız. Yenə deyirəm, baxın, Nəcm surəsini 39, 40, 41-ci. Uca Rəbbimiz deyir bunu. Bunu mən demirəm. İnsan çalışdığını ancaq ala bilər. Başa düşürsünüz? Heç bir şey eləmədən mümkünsüzdür qazanmaq. Başa düşün. Ya bu göz boyamaq üçün 1-2 dollar yazarlar o liderlər ki, ha, onun hesabında dollar görünsün ki, bax, mən həqiqətən heç nə eləmədim, qazandım. Amma vaxt gələr, çatar, 1 ay keçər, 2 ay keçər, qoy davamlı gəlsin də. Liderim, heç orasıdır ki, o dedikləri dırnaq arası dollarla olan pulların hər biri məcburdular ki, insan dəvət eləyib, oradakı pulu çıxartmağa. Onlar da 50 dollarını vursunlar ki, onlar pullarını oradan çıxartsınlar. Kartları var, yoxdur. Vönləri var, yoxdur. Pulun hardan gəldiyi bəllidir, ola bilər Amerikada olsun. Yəni, hər biri elə bir formada hazırlanıb, elə bir insanların gözünü boyuyub ki, bu dəqiqə, yəni belə deyim də, biz nə üçün buradayıq? Halal sistem olduğuna görə və əlavə olaraq da tək biz qazanmırıq. Aşağıdakı qazanmalıdır ki, ən aşağıda belə açıq yetişməlidir ki, biz də qalxaq, biz də ucalaq, biz də daha çox rütbələr açaq. Yəni, burada qazan-qazandır sistemi olduğuna görə inanın ki, heç bir zaman, yəni deməyəcəyik ki, aşağıdakı boş şeydir, mən gedim başqa qol açım, başqa qolu yığım. Biz çünki aşağıda məcburuq artıq aşağıya. Yəni, ona görə ən gözəl sistem buradır. Ən aşağıdan məşğul olub, ən yuxarıya kimi qalxmaq lazımdır. Hətta kopyalamaq istəyən, yəni zaten adını çəkmişdin, yenə çəkmirəm adını. Kopyalamaq istəyən şirkət var idi ki, 1 ay, 2 ay, 3 ay, belə-belə zırmaqladı, amma sonunu gətirə bilmədi. Kim yenə qaldı, yəni belə deyək də, cəbhədə kim qaldı? Yenə bizik. Belə də davam edəcək, hələ qalxacaq hələ haralara. Yenə deyirəm, burada qalan liderlər ağıllı liderlərdir. Ola bilər kimsə bu komandalarda ikili işləyir, ola bilər. Düşünür ki, bəlkə, nə bilim, bu liderlər yalan danışır, bəlkə onların dediyi kimi deyil, bəlkə o birisilərə inanaq. İki daşın arasında qalıbdır. Amma vaxt gələr, zaman gələr, özünüz də hər şeyi görəcəksiniz. Yəni, yenə deyirəm, bu qədər iddialı danışırıq. Yəni, biz istəsək göyə getməzdik, heç biri. İstəsək gedərdik. Valla istəsək gedərdik, amma getmirik. Mən bu şirkətə, həqiqətən sadiqəm, bu şirkətin şəffaflığını sevirəm. Yəni, açıq aydın hər şey deyə bilirəm. Nə var, nə yox, yəni gələn gündən etibarən, o vaxtdan mənim hələ də yadımdadır, gələn gündən etibarən hər şeyi soruşdum, maraqlandım, o qədər xoşuma gəldi. Dedim, bu şirkət elə odur. Nə varsa açıb tökəcəyik də, biz qorxmuruq ki, misal üçün, liderlər, bəzən olur ki, direktorla çox şey bilir, amma alt ekibinə demir. Bizdə bu yoxdur. Biz nə biliriksə, hamısını ötürürük sizlərə. Açıq aydın. Amma başqa şirkətlərdə mən adım kimi əminəm və bunu da isbatlaya bilərəm ki, o birisi şirkətlər bunu eləmir.
Deyə bilməz. Bilirsiniz niyə? Desə, bu insan necə deyim, sizin yanınızda işləməz də. Yəni bu insana desən ki, açıq aydın ki, bu belədir. Bax, bunu belə eləyəsən, amma sonra belə olacaq ha. Bunu eləyəsən, amma sonra belə olacaqdır. Kim istəyər? Heç kim istəməz bunu. Biz bunu yaşamışıq deyə yenə deyirəm. Bax, təxminə liderim də direktor olmuşdu. Mən də ona görə araşdıra gəlmişik. Bu vaxta kimi çatmışıq. Yenə deyirəm, biz nəfsimizlə hərəkət eləmirik. Biz düşünmürük ki, indi 200 dollar qazana həftəyə, nə bilim, vəsiyo. Elə indi qazanaq, nə qopartdıq. Biz davamlı biznes istəyirik. Ona görə buradayıq. Bir şey də deyim ki, əgər biz hər kəsə pul gözü ilə baxsaydıq, deyərdik ki, gedək o firmaya. O firmada sadəcə insanlara nə gözü ilə? Sən gəl, 50 dollar abunəliyi ödə ki, mən oradan 25 dollar qazanım. Bu nə deməkdir? Məhsul almıram, sənə xeyir vermirəm. Yəni, səndən sonrasını məni maraqlandırmır. Yəni, insanlara pul gözü ilə baxmaqdır. Sadəcə, yəni, o hər bir zaman belə bir şey olub da, adi TikTokda bir dənə video düşür. Yəni, elə belə adi bir video ola bilər. O gələ trendə düşür, başlayır hamı onu eləməyə ki, nədir? Gəlsin, keşfətdə olsun. Bax, o da bunun kimi bir şeydir. Yəni, inanın ki, üzrü sayın Əsməl ederim. Sözünüz varsa buyurun. Onun yadında saxla sözü və ortalıqda 5-6 məhsul var, lap 8 dənə məhsul var. Ortalıqda məhsul var, siz məhsulu görürsünüz. Bu göz boyamaq üçündür. Məhsul var. Yəni bir şey olan kimi deyirlər ki, bilirik axı məhsul olmadan haram sayılır. Və bunu da ortalığa çox yaxşı, belə deyim də, tülkülü eləyib bu şirkət. Məhsul var ortada və göz boyamaq üçün bu yetərlidir. Ortada vitamin var. Vəsiyo. Demək ki, bu şirkət halaldır. Amma abunəlikdən qazanır. İnsan gətir, o pul qoyur, onun pulundan çəkirsən. Başa düşürsünüz liderlər. Hanı məhsul? Bir dənə göstərin ki, hər biri nə qədər pul qoyur, onların əlinə məhsul keçir. Hanı məhsul? Yoxdur ortalıqda. Başa düşdünüz nədir? Ona görə də yadınızda saxlayın. Məhsul, həqiqətən məhsul olmayan yerdə haram sayılır. Yenə deyirəm, başda hər şeyi izah eləmişəm. Kim istəyər təkrar dinləyər. Əgər bir insan məhsul alış-verişi eləyirsə, gedib marketdən də alış-veriş eləyir. Haram sayılmır ki, burada da alış-veriş eləyirsiniz. İstəyirsiniz, sadəcə evinizə ehtiyacı olanı alarsınız, hədiyyədə qazanırsınız, pulsuz, halbuki market eləmir. İstəyirsiniz, satış eləyərsiniz. Mənim komandamda satış eləyənlər var ki, aya 30 manat, 40 manat götürür satış. Sırf satışdan. Biznes qurmur. Amma satış eləyir qəşək. Həm də oradan hədiyyələr götürür, hədiyyəni də sata bilir. Bu mükəmməl bir şeydir. Yenə deyim, ticarət haram deyil. Ticarət halaldır. Əlinə keçər bir şey var. Məhsullar. Başa düşürsünüz bu nə deməkdir? İstər istifadə eləyər, istər satış eləyər, istər də əlavə biznes də qurar. Bizim işimiz tövsiyədir. Reklam. Biz reklamdan qazanırıq. Buyur liderim. Və bir şey də demək istəyirəm ki, adı sadəcə yadımdan çıxmışdı, ona görə girdim, çıxdım. Bu firma, yəni dediyimiz dırnaqarası, yəni haram şirkətlər, DSA qaydaları deyilən bir şey var. Yəni böyük hərflərlə DSA yazsanız, o qaydalara belə tam olaraq zidd getdiyini görəcəksiniz. Yəni onu istəyirsiniz ChatGPT-dən soruşun, istəyirsinizsə Google-da maraqlanın. Qayda var, qanun var. Şəbəkə sistemində belə qayda var, qanun var, nizam var, intizam var. Bu sistem konkret olaraq bütün, belə deyim də, pul gözünü tutub deyə hər bir etabı çizib gedib, belə deyim də, axırı yəni bəllidir ki, necə Aktaoda Qazaxıstandakı insanı tutdular, sonra nələr oldu, nə olmadı da özləri bilər. Eləcə də, yəni belə deyim də, bir ucu da gəlib Azərbaycana dayanacaq onun. Çünki piramida heç bir zaman inkişaf eləməyib, eləməyəcək də. Yəni indiyənə kimi də qalxan bir piramida sistemi görməmişəm. Düzdür, yəni gəlib, çoxları gəlib, çox insanlar aldanıb. Əsasən də belə deyim də, oğlanlar, kişilər daha çox meyllənir bu kimi piramida şirkətlərinə. Amma təəssüflər olsun ki, hal-hazırda elə bir vəziyyət yaradıblar ki, şəbəkəçilər belə gedə bilirlər. Yəni bizim niyyətimiz, yəni orada qoşulanlar da olacaq, çıxanlar da olacaq, peşman da olanlar olacaq, yenidən Homelife şirkətinə qayıdanlar da olacaq. Amma biz fakt olaraq heç kimi aldatmırıq, heç kimə səhv məlumat vermirik. Lazım olsalar üzləşməyə də, bu cür danışmağa da, yəni hər bir zaman alnımız açıq, üzümüz ağ, başımız dik. Hər bir zaman müdürlərimiz də arxamızda rahat şəkildə, yəni belə deyim də, onlara arxalanıb və həqiqətən də bir şey var ki, zirvənin prezidentləri komandasında
bu cür təlim ancaq burada keçirilir. Başqa heç bir, yəni Home Life-da bir çox bilirsiniz ki, komandalar var. Heç bir yerdə bu cür təlimlər keçirilmir. Heç bir də bu cür açıq aydınlığı ilə məhsul təlimi olsun, sistem təlimi olsun, heç bir yerdə də olmur. Yəni buna görə olduğumuz yerin dəyərini, qədrini bilməliyik və yolumuz artıq elə bir yola gedir ki, istədiyimiz nəticəni alacağıq. Ən azından aşağılar AKG hədəfləsin, təzə gələnlər AKG hədəfləsin. Yuxarılar da təbii ki, hər bir zaman Diamond üstlərimizi daha çox görmək istəyirik. İnşallah. Buyurun liderim, başqa əgər sözünüz varsa. Buyur, mənim sözüm yoxdur, 21:54-dür. Kiminsə sözü varsa buyursun, sonra sonlandıraram inşallah. Aha, əl qaldırılır. Çox sağ olun, minnətdaram. Gözəl bir təlim üçün. İstəyərdim mən də bir fikrimi bildirim. Belə deyim ki, ömürlük məhsul dövrəsi eləməyəcəksən. Bir dəfə elədim, bəs elədi deyən şirkətlərin hər birisində sən 2 nəfər gətirdinsə, həmin ay dövriyyə eləmirsən. Yəni hər qoluna deyək ki, özün məsələn 160 manatlıq dövriyyə eləmisənsə, gətirdiyin 2 nəfərdə hər qoluna yazdırırsan, deyək ki, sağ qoluna, sol qoluna. Onlar da 160 manatlıq dövriyyə elədiyi halda problem yoxdur. Amma bu ay sən adam gətirə bilmədinsə, mütləq yenidən həmin o 160 manatlıq götürdüyün paketlə təzən dövriyyə eləməlisən. Və bu, belə deyim də, bəli, bu bütün binary sistemlərin hər birisində var. Çox sağ olun, minnətdaram. Ha, liderim, elə siz dediniz, bir dənə bir şey əlavə edeyim, yadıma düşdükcə. Baxın, biz burada deyirik 35 manat. Burada yəni ki 35 manat deyirik, biz biznes üçün deyirik ki, orada aktivlik olsun. Amma yenə deyirəm, biz bunu eləyəndə də məhsul götürürük. Aktivlik abunəlikdən olursa olmaz, məhsul yoxdursa. Amma aktivlik məhsul, sən əlvə keçir məhsul, o olar. Hətta burada yəni 20 manat da vuran var. Biz biznes qurmur bu insan, kariyer istəmir də. 20 manatlıq da alış-veriş eləyə bilər, 15 manatlıq da hətta bir dənə məhsul belə ala bilər. Yenə deyirəm, burada heç kimi məcbur eləmir. Və bir ay qaldı, sonra növbəti ay, tutaq ki, bu insan gəldi, qeydiyyatdan keçdi. Bundan sonra, bu xanımdan sonra qeydiyyatlar gedib. Bu sadəcə istifadəçidir, ha. Ola bilər bu həvəslənər sonra bəlkə qeydiyyatları görsə, amma bir şey var. Biz, misal üçün, bir ay keçdi, bu alış-veriş deyək ki, 20 manatlıq vurdu. Növbəti ay keçirsə, bu qeydiyyatlar qalır burada. Sən heç nə eləməsən də, misal üçün, bura getmirsən. Ən aşağıya. Çünki alış-veriş eləməyibsən. Elə bir şey yoxdur. Bəzilərdə var bu. Yəni sən müddətdə pul qoymalısan ki, sən yerini tutasan, burada saxlayasan yerini. Vay o da ki, vurmasan həmin ay. Bəli, nədir keçmir ha məhsul, yenə deyirəm. Prosta pul, boş-boşuna pul ödəyirsən. Əgər ödəməsən, bu boyda qeydiyyatlar gedəcək yuxarı, sən ən aşağıya düşəsən. Nə mənası var? İnsandır da, bəlkə başqa neyəcəksən? Və bir də bir dənə də şey var ki, biz deyək ki, bir il bundan qabaq gətirdiyimiz bir liderin, hələ də o liderdən qazanc götürürük, hələ də o lider işləyir, dövriyyə eləyir, özü də qazanır, biz də qazanırıq. Amma məhz binary sistemlərində, məsəl üçün, deyim ki, aprel ayında sən əziyyət çəkdin, 20 nəfər gətdin, 30 nəfər gətdin, 2 nəfər gətdin. Amma may ayında o 2 nəfərin sənə dəxli olmur. Sən may ayında yenidən yeni adam gətirməlisən, elə bir ki, gətirdin, onları unut. İstəyirsən 50 nəfər gətir, 60 gətir, yenə onları unut, təzədən yenə maydan elə başdan başlayırsan. Belə deyim, hər ay sıfırdan başlamış olursan. O da həvəs qalmaz axı onu öyrətməyə. Deyəcək ki, bu mənə lazımsızdır da, buna mənə xeyir gəlmirsə, heç mən buna nə keçimlə, bunun nə mənası var? Elə sistem olar. Ona görə də qabağa getmirlər elə sistemlər. Başa düşürsünüz? Necədir? İnsanlar asan pul qazanmağın yolunu axtarırlar. Amma yəni heç bir iş əziyyətsiz deyil. Adi evdar xanımlıq belə nə isə öyrənməyi tələb eləyir. Yəni ona görə o hər bir zaman Gülnar liderimiz deyir, halva pendir tələdə olur. Yəni ona heç bir zaman aldanmayın. Düzdür. Çox sağ olun qızlar. Möhtəşəm təlim idi. Bilmədiklərimizi də öyrəndik həqiqətən də. Hələ də Asiya liderim, təşəkkür edirəm bu halal, haram mövzusunu hər kəsin bilməsi gərəkən, daha sonra qərar verməsi gərəkən bir mövzudur əslində. Maalesef ki, çoxlarımız bunu əməl etmədən elə
pul qazanmaq xətrinə harda gəldi gedib qeydiyyatdan keçirlər, amma həqiqətən də biraz araşdırmacı olsalar, biraz özlərini inkişaf elətdirib bu sistemləri bir araşdırsalar ki, mən niyə başlayıram, nə üçün başlayıram, kimlə başlayıram, nə qazanacam, niyə qazanacam, suallarını bir verib onların cavabını tapıb qərar versələr, əslində hər kəs düz şirkətdə olar. Təbii ki, o sürü halında oradan ora, buradan bura gedirlər, əldə də var sıfır. O yüzden yəni təməli atılan şirkətlərlə, halal məhsulları olan şirkətlərlə əməkdaşlıq etsələr daha doğru və düzgün olar. O səbr edən dərviş muradına ərimiş məsələsi. Həqiqətən də səbr edənlər, yerini möhkəm saxlayanlar, inanın mənə çox qazanan insanlar olurlar. Ki bunu zaten sistem dəyişəndə dəfələrlə gördük. Nə oldu? Gedənlər özlərinə etdilər, komandalarını dağıtdılar, boşu-boşuna. Yerində qalanlar isə yenidən qazanan, çox CP verən və çox qazandıran sistemlə qazandırmağı da bacarırlar. Həqiqətən çox sağ olun, əməyinizə sağlıq. Həqiqətən yerində və tam gərəkən bir mövzu haqqında təlim oldu. Təşəkkür edirəm, təhnə edirəm sizə də. Çox sağ olun qızlar. Liderim, mən düşünürəm ki, yəni mən özümdən danışıram və burada bir çox liderlər kim ki təlimə qoşulubsa və qoşula bilməyən təkrarən baxar, inşallah yükləyəcəm. Hər kəs öz evinə halal çörək aparmaq istəyər. Uşaqlarına halal yedizdirmək istəyər. Çünki inanın ki, o gözümüzdə o belə çox görünən, ay həftəlik qazanaram, belə eləyərəm. Liderlər, inanın ki, Allah Taala elə hər şeyi fırlayıb gətirir ki, elə yerlərə gedir o pullar. Deyirsiniz, çox qazanıram, amma əldə yox, sıfır. Yəni pul gedir, konkret bildiyin gedir. Allah uzaq eləsin. Dava, dərmana da gedir. Yəni elə şeylərə gedir ki, sən özün də bilə bilməzsən. Yəni mən şəxsən elə şeyə diqqət edirəm. Mən istəmirəm mənim uşağım qursağından haram lokma getsin. Hətta yəni bir şey belə sizə vurğulayım. Bilməm, bəlkə də elə bunu da açıqlama verərəm. Xəbəriniz olsun. Yeri düşmüşkən. Adi təsələn ki, balacamı necə öyrətmişəmsə, gedirik yolla. Kiminsə həyət evidir. Şey var ya, ağac. Ağacda şey var, meyvələr var. Oğlum deyir ki, mama onu dərmək olmaz, hə? Başa salmış amma. Deyirəm, niyə olmaz? Deyir, çünki o onun həyətindədir. Gərək ona soruşasan, halalığını alasan, sonra dərəsən. 6 yaşlı uşağıma bax, liderlər. Yəni, mən indidən ona öyrətmişəm halal nədir, haram nədir. Yəni, mən uşaqlarıma misal üçün, mən istəmərəm bu qursağından haram keçsin. Ona görə hər şeyə diqqət edirəm. Mən bu mövzunu sırf buna görə seçmişəm ki, çox adam bu sualı verir və yenə deyirəm, kimə ki bu mövzu həqiqətən maraqlıdırsa, kim ki Allahın buyurduqlarını yəni önəmsəyirsə, yəni bu təlimə baxacaqdır. İndi kim ki qoşula bilmirsə, yenə deyirəm, mən təkrarını yükləyəcəm. Salam, Axşamınız xeyir olsun, dəyərli liderlərim. Təşəkkür edirəm. Çox möhtəşəm təlim idi. Bu sırf bizə lazım olan təlim idi. Əslində bu zamana qədər olan təlimlərin içində mən deyərdim ki, ən üstün təlim bu təlimdir. Çünki bir müsəlman olaraq hər birimiz, yəni mən sırf demək istədiklərim indi Əsmər xanım dediniz. Yəni bir müsəlman olaraq hər birimizin ömür boyu çalışdığımız odur ki, evimizə halal loxma girsin də. Yəni zaten biz ömür boyu buna görə çalışırıq. Və bu sistemlər arasında da sırf bizim işlədiyimiz sistemin halal olmağı, bu da bizim üçün qürur verici bir şeydir ki, yəni biz doğru yoldayıq. Çünki hər şey bu dünyadan ibarət deyil. Təbii ki, bu dünya fani və müvəqqətidir və əbədi olacaq dünyamızda bugün yaşadıqlarımızın hesabatını verəcəyik deyə sırf bugün halal yolda olmalıyıq. Çox təşəkkür edirəm. Yəni həqiqətən gözəl bir məqama toxundunuz və hər kəsin əgər qəlbində zərrə qədər şübhə var idisə, bunların hamısına nöqtə qoydunuz. Minnətdaram hər ikinizə, gözəl liderlərim. Mən təşəkkür edirəm, Rəna liderim. Samira liderim, buyur. Salam. Salam, axşamınız xeyir liderlərim. Çox gözəl təlim oldu. Mən Dindar xanımam və mən özüm burada gördüm onun halallığını sizdən qabaq. Eynən sizin kimi xasiyyətdəyəm. Allah hər dəfə deyirəm, Allah qazancımızı halalından etsin inşallah. Mən ilk dəfə bura gələndə nədə gördüm halallığını? Belə üzünüzə demək olmasın. Rəhbər, indi xanımlar deyir də, deyir qazandırmalıyam ki, qazanım. Rəhbər mənim də adıma bir xanım yazır.
Çünki mənim qazanmağım üçün edir. Həmçinin mən də gətirirəm xanım üçün. Mən çalışdığım qədər bacardığımı edirəm. Əlbəttə o da çalışmalıdır. Sizin dediyiniz kimi eyni fikirdəyim. Yəni ən gözəli bu idi. Amma başqa mən də X şirkətdən gəldim. Bəli, bəzi şirkətlərin çoxu həqiqətən haram yolla qazanırlar. Və bir dəfə də qayıtdım dedim ki, haramınız olsun dedim. Çünki mən 5 adda işləyirdim. Bir dənə qız mənim adıma vermirdi. Təsəvvür edin, ayda 200 bal, bir eləyirdi 230 manat, bir 1000 manat pulum çıxırdı. Bir dənə xanım yazmadılar mənim adıma. Dedim, elə haram olsun. Dedim, elə oradan da çıxdım. İstəmədim. Çünki mən qazanırdım, bunlar deyirdi. Mən də tək başına belə pis çıxmasına gətirə bilmirdim. Gətirdiyimi gətirmişdim. Mən axırı qazanmırdım da. Amma bu şirkət baxıram, heç olmasa can atır da. Bir də 2 dənəsini yazır da o xanım gətir. Və yaxud da ki, bizə deyir ki, mən qazanmasam o qazanmayacaq onsuz. Ona görə can atacaq məni qazandırsın, düzdür. Amma o birisi şirkətlərdə bu yoxdur. Həqiqətən yoxdur. Onlar günəşvari yazırlar, özlərinin qazanmaq üçün can atırlar. Və bəzən də bunu fakt sübutla görüb, eşitdiyimi, bildiyimi deyirəm. Öz belə kimsə belə xoşlarına gəldiyini və yaxud da oturub belə pis çıxmasın, belə necə deyim, üzlərinə yalandan şey edib, biraz onun ayağına kömək edirlər və salam. İstədiklərinə. Və yəni həqiqətən haram deyilən bir şey var. Allah bizi o haramdan qorusun. Həqiqətən də o axirətimiz üçün böyük bir şeydir. Bu dünyada nə qazanırıqsa halalından qazanaq inşallah. Keç olsa yediyimizi halallığına yeyib. Çox sağ olun Əsmər xanım, Təxminə xanım. Allah sizdən razı olsun. Həqiqətən bunu qoyun. Mən bunu komandamda da bir çox ömrə xanımlar var. Onları yönəldəcəm. Hətta özüm də çəkirəm. Yönəldəcəm ki, onlar da ürəyinə, rahatlıqla, yəni daha davam etsinlər. Çox sağ Faydalı olun. oldu sən, nə xoş bizə. İnşallah ki, Həqiqətən. yüklənər. Laf yaxşı. Şəkərləri yüklənər. Birazdan. Tamam mı? Birazdan atacağım inşallah. Çox sağ olun. Allah sizdən razı olsun. Gecəniz xeyrə qalsın. İnşallah ki, faydalı olduq. Öpürəm sizləri. Xeyrə Siz qarşı yaxşı şirkətdəsiniz. Unutmayın bunu. Ən gözəl şirkətdəsiniz.